Aynen. Benim kimsə deyib ki, Quran və sünnəyə qayıtmayın. Mən də onu deyirəm. Deyirəm bir hamı. Aysa, deməli biz deməliyik ki, Quran və sünnəyə bu dövrün alimləri ilə qayıt. Yəni məsələn mən sizə bir dənə sual verim axı. Yəni gəl belə misallarla deyim də sizə. Məsələn bir adam çıxıb. Məsələn bir adam çıxıb bu dövrdə bidə eləyir. Bidət eləyir. Və alimlər onun haqqında danışıblar. Mən gəlirəm sizə deyirəm ki, qardaş, bax axı, bu adam belədir. Və alimlər bunu kitablarla danışıblar bu adamlar haqqında. Sən mənə desən ki, axı, gəl kitab və sünnəyə dönək. Ədalətli misən yoxsa yox? Ədalətsizsən niyə görə qardaş? Quran və sünnə burada nə şeyi? Quran və sünnənin burada nə dəxli? Çünki biz danışırıq vaqidən, baş verən şeydən. Sən baş verən şeyi, sən ged sahabələrin dövrünə bax qardaş. Gör nə ediblər. Qardaş, sahabələrin dövrünə baxaq. Bu baş verib indi artıq. Biz baxacağıq bu dövrün sahabələrinə gözəl şəkildə tabi olanlara, alimlərə. Mən təbiəhum bi ihsan. Onlara gözəl şəkildə tabi olanlara. Aydındır, alimlərə dönəcək. Və alimlər kimin haqqında danışıblarsa, fərqi yoxdur kimliyindən. Əgər Şeyx Abdülmuhsin Abbad Hələbini, məsələn, təfsilatlı cərh eləsəydi, Şeyx Rabi tərəfləsəydi, biz Şeyx Abbadın sözünü götürəcəkdik, Rabinin yox. Kim təfsilatlı danışıb, onu götürmüşük. Nə Rabisi deyilik, nə şey deyilik, Abbadçı deyilik. İmmə nəhnu sələfiyyun, sələfiyik. Və budur qardaş, budur, yolumuz budur. Yəni kitab və sünnə axı, Şeyxülislam Teymur Rəhmanəvici bəyəx dedim, elə bir dənə firqət tapa bilərsən sən. Desin ki, firqəçilik yoxdur. Mən sizə bir dənə şey deyim, bir dənə Misirdə taksiyə minmişəm. Gedirəm, gördüm taksi şoförü, yəni naməhrəmlərə baxır. Dedim ki, baxma onlara, haramdır. Mənə hədis dedi. Dedi ki, İnnallaha cəmilun yuhibbul cəməl. Allah gözəldir və gözəlləri sevir. Gözəlliyə baxmaq ibadətdir. Bu da qıza baxan da dəlil deyir Quranda. Söhbət ondan getmir. Söhbət ondan gedir ki, biz sələfə dönürük yoxsa yox. Sələfin yolunu yoxsa, budur məsələ. Bundan danışmırıq. Hə, can. De. Sən tez-tez deyirsən ki, bidət əhlinə oturmayın, getməyin. Sən kimləri qəsd edirsən? Yəni ki, mənə sadəcə maraqlıdır. Yəni bizim aramızda, içimizdə, yəni bidət əhli kimdir? Kimin yanında getməyin? O kəslər ki... Sadəcə təfsirçilərdə söhbət getmir. Bəli, bəli. Yəni o bəllidir. Yəni kimlər qəsd olunur? Sən ad istəyirsən, yəni adı var. Adı, yəni ki, bəli. Yəni məsələn, o kəslər ki, bidətçiləri tərifləyirlər. Kimlər, məsələn, kim tərifləyir bidətçiləri? Bilmirsən kimlər tərifləyirlər? Məsələn, şeyx danışıb o haqda, şeyxin dərslərinə qulaq as, qamət et. Məsələn, şeyx danışıb o haqda, qulaq as şeyxin şeylərinə. Yəni, Abu Seydin nəzərdə tutursanmı, Ağdəqinin nəzərdə tutursanmı, qardaşım? Yəni, gəl, açıq danışaq. Yox, açıq danış, gizli heç nəmiz yoxdur. Hə, de. Yəni, kimlər qəsd olur? Bu qardaşlar qəsd olur. Yəni, onlar bir dənəklidir. Yəni, onlar ikisi haqqında şeyxlər danışır. Məsələn, Adil haqqında Şeyx Abdullah Buxari danışır, hafizəhullah. Məsələn, Şeyx Ubeyd deyir ki, o alləmədir. Düzdür, bəziləri deyir, o bilmir. Amma alimlər deyir ki, o alləmədir. Alləmədən yəni çox bilən. Və bir nəfər haqqında da, yəni Abu Zeyd haqqında da Şeyx Talaz Zahran danışıb. Şeyx Talaz Zahran Misirdə sələfi şeyxlərindəndir. Və özüm dəfələrlə Şeyx Raslandan xüsusi məclislərdə eşitmişəm ki, Liviyadan qardaşlar gəldilər elm tələb eləmək üçün. Və Şeyx Raslan onlara deyir ki, gedin Şeyx Talaz Zahrandan. Yəni, hansı bir şeyi zət elədi, təsir elədi, məsələn. Mən sıralı bir müsəlman olaraq, mənim oyunuma düşürmümü? Yəni, mən o elədiyim adamı mən də cəhd edeyim. Yəni, o... Əgər sənə dəlillərlə gəlib çatmışsa, həmin adam elədir və başa düşmüsən ki, belə şey alimlər danışırlar, əlbəttə. Yaxşı, bəs şey, Albaniya söz gətirə bilərəm. De. Başa Albaniya sual verilir ki, falan adam əsli sələfi olan. Bəli. Amma minhəcdə falan xətaları edir. Bəli. Bu fərqi yoxdur xəta, böyük balası. Şeyximiz nə deyir? Nə deyir şeyx? Şeyx deyir ki, o səhvlərdən çıxmır. Bəli. Sadəcə onlar o xətadan danışılır. Bəli. Və cəhd olunmur o özü olaraq. İzah edeyim mi? Buyur. Bəli. Qardaşlar, xətadan çəkindirmək başqa şeydir. Bir adamı cərh eləmək başqa şeydir, qardaş. Xətadan çəkindirmək o cərh var ha. Cərh pikdir. Son nöqtədir. Xətadan çəkindirmək birinci mərhələdir. Sonra ikinci mərhələ gəlir. Üçüncü mərhələ, dördüncü hətta o artıq bəyan olunur ki, bu adam belədir. Ayırsa oldu, partlayır. Amma xətadan çəkindirmək birinci mərhələdir. Bəziləri deyir ki, Şeyx Abbad filan kisə rədd verib. Deyib ki, məsələn, xataları var onun. Amma yaxşıdır. Görürsünüz, qardaşlar, Şeyx Abdülmuhsin Abbad şey eləmədi. Cərh eləmədi onu. Qardaş, təfsilatlı cərh başqa şeydir.
bir şeydən çəkindirmək başqa şeydir. Yəni məsələn, sən birinə deyirsən ki, qardaş, bu şeydən uzaq ol. Aydındır, bu şeydən uzaq ol. Amma bilirsən ki, bir nəfər var, o şeylə məşğul da olur, deyilib ona, insanları fəsada çağırır, uşaqları tərbiyəsizləşdirir və s. Sən deyirsən ki, yox, onun yanına gedin, amma o şeydə şey eləməyin. Alimlər, dön alimlərə, kitablarına, bax, hər şey yazılıb. La şəkkə və la rayb. Nə şək var, nə şübhə. Mudavvan ya əxi, yazılıb, qoyulub axı, narahat olma. Nəvəyə başa düşürəm, Hə. olaraq, Adili də, Abuzeyli də, yəni Muxtarı da, o biri qardaşları neçə illər tanıyıram, qardaş? 10 ildən artıq tanıyıram. Yəni bu insanlar Sələfiyyədən başqa heç bir şey görməmiş onlardan. Faydadan başqa heç bir şey Abdullah, görməmiş onlardan. Ömər ibn Xattab radiyallahu anhu, Əli radiyallahu anhu öldürən var, xavaric. Onu neçə il tanıyırdı. Və onu təsfiyyəsini də o vermişdi. Çünki Misir əhli dedi ki, bizə bir dənə qari göndərin. Qari də o vaxtı mütəqaddim alimlərin, yəni köhnə alimlərin istilahında qari, yəni Quranı əzbər bilən, onun mənasını və şərhini bilən və onu çatdıra bilən adama deyirlər. İndi qari bizdə Quranı tək əzbər biləni deyirlər. Onu təskiyə verir, göndərir, gəlir əlini öldürür. Yəni deyərdi ki, sahabələr deyənlə, ona xavaric deməyin. Ömər ibn Xattab təskiyə verir ona. Belə şey yoxdur, qardaş. Biz Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, insan müsəlman kimi yatır, kafir kimi uyanır. Kafir kimi yatır, müsəlman kimi uyanır. Və dinini dünyanın ucuz malına satır. Bu Allah Rasulü deyib, qardaş. Bundan sonra kəlam deməyin yox. Mən demirəm, mən demirəm. Yəni ki, bu ömür boyu məsələn sənətli olub, tutaq ki, belə ola ki, həmsə bizlərə dəxildən oldu. Sadəcə olaraq, bəli, belə bir adamdır ki, ona sübut olunur, açıq aydın, heç bir qaranlıq bir yer qalmayıbsa, bu başqa məsələ. Aydın məsələsi o qaranlıqla yer yox. Sadəcə olaraq bizim içimizdə, yəni bizim cəmaatda, demək ki, bunlar bidət əhlidir, nə var, Zəhran deyib onu. Subhanallah, Zəhran o hansı Zəhrandır ki, hansı ki, çağırırdı etişdara, nə bilim, var da. Sən bilirsən yəni. Bəli, 100% əminəm qardaş, əminəm. Harada deyib, istirahla çağırır. Axı, e-mail göndər yenə, mən səni göndərə bilərəm. Yəni ki, mən o Yox, bir dənə qulaq. Yəni nəyə görə mən Zəhranın təbrik götürməliyəm, qardaş? Nəyə görə? Yox, qulaq. Sən deyirsən ki, istirah çağırıb. 15 il bundan qabaq çağırıb tövbə eləyib. İndi sələfidir. Yox, sesiya olan vaxtı danışıram sənə. Nəyə çağırıb ki? Mursi vaxtında danışıram sənə. Nəyə çağırıb ki? Nəyə çağırıb müsəlman? Mursiyə qarşı. Harada çağırıb? Öz ailəsini də götürmüşdü. O Muhammed Hassandır, ixvan. Üzr istəyirəm. Muhammed Hassandır. Hələ bir də ona sələfi deyir. İndikilər üslubu nə? Muhammed Hassan. O Şeyx Çaytan. Siz deyən olub qardaş. Şeyx Talaz Zəhranda olub elə şeylər. 15 il bundan qabaq Şeyx Raslan dedi ki, özü bizə. Şeyx də Talaz Zəhranda olub, gəldi yanıma, nəsihət elədim, qəbul elədi. Və 15 ildir də əvvəl olduğu bidətin üzərində mübarizə aparır. Onlara qarşı rədd edir və tövbəsi də səhihdir. Nə etməliyik qardaş? Əgər belədirsə qardaşım, axı, gözəl axı, Şeyx Talaz Zəhranda danışmamalıdırsa, çünki əvvəli xarab olursa 15 ili. Onda bu 2-3 il xarab olanları niyə danışırlar ki? Onlar danışmasınlar. Çünki özləri də etiraf edirlər ki, olan hakimiyyətə problemləri olub. Üstündən 2-3 il keçir, danışmasınlar. Elə ona görə Şeyxülislam İbn Teymiyyə deyir ki, elə bir bidət söz yoxdur ki, onu gətirsinlər mənə o adamın özünə rədd eləməyin. Elə bir şey, haqqa qarşı qardaş vuruşmaq la mümkün. Əbədən. Yəni ağlıma gətirmə. Ola bilər mən bilmirəm, amma mən gəlib onu öyrənəcəm alimlərdən. Gəlib sənə cavabı verəcəm. Ola bilər mən deyirəm, bilmirəm, məclis fırar. Amma sən bir şey bil ki, alimlər, hər Şeyx İbn Teymiyyə rahimallah Vasitiyyən şərhində deyir ki, sənə bir sual versələr, cavabını bilməsən, elə bilmə ki, sən yoxdur onun cavabı. Sən bilmədin, əlhəmdülillah, qardaş bilmədin. Allah deyir ki, bilmədin, bilənlərdən sor. Hə, tamam. Və fikir verin. Və bu mənhəc hansı ki, biz deyirik o mənhəci, siz bəxticə o arvadınızdan götürüb çıxmış deyə, o Muhammed Hassan deyir ki, vallahi, xaractı, ağlaya-ağlaya, xaractı ənə və xaracət zövcəti, uxruziyə, yuhəşşəbəl. Ey zamanlar, siz də çıxın, çağırır hakimə qarşı. Hələ birdən soruşurlar onu, deyir, huvə dəin sələfi. O sələfi dəvətçidir Misirdə. Alimlər onu ixvan sayır, xavaric sayır o adamı. Niyə görə, qardaş? Niyə görə hələ bu onu sələfi sayır? Alimlər onu ixvan sayır. Niyə görə? Çünki onda mumeyyi mənhəci var, geniş. Hamı gəlsin. Sən o mənhəci burada görmürsənmi? Xavariclər tərəfləyənləri görmürsənmi? Əvvəl cərh elədilər, indi sələfi insanları görmürsənmi? Yəni İmamla deməli ki, qardaşlar, mən hələ bir mənhəcindəyəm. Bu tətbiqində elə deməsən, hələ bir şəkildir. Addır. Hələ bu olmasın, olsun adı filan kəs. Ad deyil. Uslub xatadır, əhl-i-sünnə yolu deyil və sələflər danışıblar, rədd olunub. Bizə düşən nədir, qardaş? Hansı qaydalarını söhbət gedir? Yəni xələmin hansı qaydalarıdır? Deyirlər ki, xələmin qaydalarıdır. Hansı qaydalardır? Məsələn, bu qayda.
İxvanlar qardaş mənhəcdə ixtilaf eləsək də əqidəmiz birdir. Problem yoxdur. Ona görə İxvanı sələfi sayır. Yox, mən bizim içimizdəyəm. Mən deyirəm ki, kim onu tətbiq eləyir və Məsələn, xuruc görənlərə sələfi görürlər. kim Məsələn o şəri qeyri-şəri görənləri yox, onlar xurucu çağırmırlar. nəyə çağırırlar? Hakim geri Onlar açıq aydın dəfələr deyib ki, Yaxşı. xuruca Yaxşı, sual verirəm sənə. Biz xurucu çağırmırıq qardaş. Bizim hakim nədir? Şəridir, qeyri-şəri. Gizli məclislərdə olmayacaq. Hə. Onu bilmirəm. Hə, xüsusilə onda yəni məsələn sual verirəm. Şəri nədir, qeyri-şəri nədir? O nədir o söz? Qardaş söhbət ondan gedir. Söhbət ondan gedir qardaş. Necə yəni ondan gedir? Yox, qardaş. Yəni hansı bir xətanı götürəndə Yox, qardaş. sən bütün 99%-ni yedirdin. Qardaş, Şeyx Raslanın yanında rus tələbələr var. Zəng elədilər Rinata. Zəng elədilər. Dedilər qardaş, bileti alırıq. Gəl, şeyxlə otur üzbəüz söhbət elə. Qalmaq pulu da, qayıtmaq pulu da verir. Gəlmədi. Da buna nə hüccət çatdıraq qardaşlar biz? Da nəyə gedək deyək ki, qardaş, Şeyx Raslanı götürəsə elə sən yanıma. Qardaş, hər şey danışılıb, hüccət çatdırılıb. Ola bilər sən bilmirsən, mən bilmirəm. Bu bizim üçün önəmli deyil. Qardaş bax, Can, de. xahiş edirəm səndən. De. Bax, əgər buna çatıbsa da, bu, bax, mən Adilin adını çəkəcəm. Yenə də deyirəm, Adildir, indiyə kimi belə idi, belə idi, belə idi. Sonra tutdular, pozdular bunu, apardılar, harada saxladılar, harada çıxdı, orada pozuldu, neyin oldu, ağlına nə gəldi. İndi yaxşı, bu onu başa düşür, niyə tövbə eləmir? Bu, Allah Nəbisi sallallahu aleyhi və sələm buyurur ki, İnnallaha həcəbə beynə tövbəti vəl mübtədi. Allah bidətçi ilə tövbə arasında hicab çəkir. Nəyə danışdığına? Xuruca önəmli. Xuruca çağırmır axı, ay kişi. Qardaşlar, mən inşallah tələsirəm, yolçuyam. Uza Allahdan istəyirəm ki, Allah bizi bağışlasın. Mənə deyək ki, kifayət qədər cavab verdim başa düşən üçün. Sallallahu nəbiyyə Muhammed və aləhi və səhəm. Amin.